Ətsiz, mayonezsiz tezbazar salat hazırlamaq istəyirsinizsə, vinegret salatı tam sizin istədiyiniz salatdır. Turşu xiyarları nə çox böyük, nə çox balaca olmamaq şərti ilə kubik-kubik doğrayırıq. Ərzaqları isə ailə üzvlərinizin sayına görə artırıb azalda bilərsiniz. Turşu xiyarlarımızı doğradıqdan sonra köklərimizi doğrayırıq. Mən hər ərzaqdan 3-4 ədəd götürmüşəm. Bir də xanımlar, çalışın kökü və çulunduru qabıqlı şəkildə bişirib sonra qabıqlarını soyasınız. Bu halda öz təbii rənglərini qoruyub saxlayır. İndi isə malakan üsulu hazırlanmış kələm turşusunu doğrayırıq, sonra isə kartoflarımızı doğrayırıq. Onu da qeyd edeyim ki, vinegret salatının olmazsa olmazı qırmızı lobyanı bir gün qabaqdan islağa qoyub bişirməyiniz məsləhətlidir. Şüyüd, keşniş, cəfərini də doğradıqdan sonra isə keçirik çuğundurları doğramağa. Vinegret salatının olmazsa olmazlarından biri də qırmızı soğandır. Təbii ki, Valeh qırmızı soğan almağı unudub, mən də heç bir şey olmaz deyib, qırmızı soğanı ağ soğanla əvəz etdim. Bir baş soğanı da xırda-xırda doğrayıb salata əlavə edirik. Lobya əlavə etdiyim yeri çəkməyi unutmuşam. Təbii ki, lobyamızı da əlavə edirik. Duru yağ, duz, istiot əlavə edirik və salatımız hazırdır. Hazırlayan hər kəsə nuş olsun.